Bunda kalibr daha böyük olur. Daha böyük olur. Nisbətən biraz çatı olur. Bəli. İndi Pavilyonun belə bir xüsusiyyəti var ki, ortadan belə bir xət gedir. Bəli. Hə, belə bir xət gedir. Hər bir çeşidin elə bir öz gözəlliyi və Xət gedir. müsbət və mənfi cəhətləri olur elə bir. Pavilyonun kalibri böyükdür. Digərlərinin də kalibri böyüsün. Hə, bir dəfəlik hamını şaftalda, bir dəfəlik hamını yığmalı. Bəli. Bax. Bu cür gətirib. Bu bağdan çox gözəl nəticələr götürülüb. Bu il isə yenə də şükür. Bir dənə sonra Aha. dərib göstərək. Baxın nə gözəl meyvədir. Bu Kantessadır. Bəli. Kantessa. Baxın barxat. Bayaq Davud qardaş da dedi ki, barxatlığına görə Kantessa daha üstündür. Amma kalibrinə görə Pavilyon üstündür. Siz bir dənəsini bölək, içinə də baxsın. Özü çat yerindən bilmək başlayın. Bəli, bəli. Çox gözəl meyvəsi var. İndi bizim bəzi deməli tamaşaçılar deyir ki, yerli meyvələr belə olur, yerli meyvələr belə, yerli sortlar. Birincisi, yerli sort deyilən bir şey yoxdur. Bütün sortlar gəlmədi, xaricdən gəlib hər zaman, hər dövrdə. İndi bax, bunlar da gəlib, fikir verirsinizmi? Bərkdir, transportabilnidir, logistikaya davamlı sortdur. Ləti də gözəldir. Bəli, yəni, pis deyil. dadı da çox gözəldir. Dadı da çox qəşəngdir. Ona görə də bunun gələcəyi var bu sortların. Aha.